Palantus deyirlər. Piri Palantus kimdir? Palantikan olub, adi bildiyimiz palantikir var. Həmin palantikan olub, o həmin tikdiyi palanların pulu ilə, yəni hərəmin tikilişində böyük bir dəstəyi olub. Hətta tarix buyurur ki, zamanın imamı İmam-ı-Zaman ağa ilə görüşən şəxslərdən olub. Hətta İmam-Zaman əleyhissalam deyir, gələrmiş, oturarmış o ilə, saatlarla ağanın özü ilə danışarmış. Bu gördüyümüz hərəmin tikilişində onun pullarının rolu böyüdür. Yəni nə qədər işləyərmiş, hamısının pulunu ödəyərmiş İmam Rızanın hərəminin tikilişinə. Və bir də deyir, hər kim ki gələr niyyət eləyər, yəni nəzir niyyət eləyər bura, ağanın niyyətinə burada dua eləyər, həmin kəsin hacəti qəbul olar inşallah.